Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Selam hürmetli dinleyiciler. Araz News radyosunun gündem verilişiyle karşınızdayız. Bugün İran, Amerika ve İsrail arasındaki 40 günlük savaşın sadece hərbi ve güvenlik sonuçlarını değil, belki bu çabaların arkasındaki derin siyasi senaryoları ve İran'ın gelecek dengelerini təhlil edəcəyik. Özellikle Kürdistan Demokrat Partisi'nin baş katibi Mustafa Hicri'nin son müsahibəsi ve bu danışıkta ortaya koyulan Urmiye ve Batı Azerbaycan stratejisi hakkında danışacağız. Niye Kürt silahlı təşkilatları tərəfindən Tehran yerine Urmiye bir stratejik hedef olarak gösterilir? Bu senaryoların İran'ın merkezi hakimiyetine karşı mübarize ile ne ilgisi var? Ve eğer bu oyunlar həqiqətdirsə, Azerbaycan Milli Hərəkatının buna karşı tutumu nedir? Bugün gündem verilişinde bu sorulara cevap aktaracak ve perde arkasındaki bu həssas müadilələri masaya yatıracağıq. Bizimle kalın. İran, Amerika ve İsrail arasındaki 40 günlük savaşla bağlı gelişmeler, savaş ve güvenlik sonuçlarından başka bir daha İran'ın siyasi geleceği, etnik güçlerin rolü ve İslam Cumhuriyetine karşı olan silahlı grupların yeriyle bağlı konuları toplumun dikkat odağına qaytardı. Bu arada İran Kürdistan Demokrat Partisi'nin baş katibi Mustafa Hicri'nin Amerika Səsinin 10 Meydan programında Fəhimə Xəzr Heydəri ile danışığının bir bölümü Azerbaycanlı siyasi fəalların arasında geniş təpkiler yarattı. Bu danışığın önemi yalnız ortaya koyulan sözlere göre değil, belki de Fars olmayan milletlerin ilişkilerinin geleceği, Batı Azerbaycan dengeleri ve buhranlı dönemlerde etnik gerginliklerinin ortaya çıkma olasılığı hakkında yarattığı sorulara göredir. Bu programda Fəhimə Xəzr Heydəri belə bir söz ileri sürdü ki, bu medyaya çatan bilgilere dayanarak son savaş boyunca bazı Kürt silahlı grupları Tehran'a doğru yeridilen bir guru əməliyyatında katılmaktan boyun kaçırıblar. Bunun karşısında bu söylemeye göre Urmiye'ye doğru ilerlemek ve Kürt-Azeri ortak bölgeleri adlandırdıkları yerleri ele geçirmek için öz hazırlıklarını bildirmiştiler. Bu iddianı qabardıb diqqətə çəkən məsələ bu idi ki, Mustafa Hicri danışıq boyunca bu konunu doğrudan ve açık şekilde rədd etmedi ve yanıtlarını genel ve üstü örtülü bir biçimde vermeye çalıştı. Bu mesele siyasi ortamda çeşitli düşüncelerin yaranmasına neden oldu ve bu sorunu ortaya attı ki, doğrudan da son gelişmeler döneminde Batı Azerbaycan'da güc dengesini değiştirmek için senaryolar tartışılıp yoksa yok. Bu danışığın başka bir bölümünde Hicri, İran Kürdistan Demokrat Partisi'nin silahlı vuruşmasıyla bağlı sorulara verdiği yanıtlarda ikili bir tutum sərgilədi. Bir yandan vurguladı ki, indiki durum əskeri bir addım atmak için uygun değil ve başka bir yandan partinin güçlerinin gelecek üçün qorunacağını bildirdi. Bu sözler bu güçlerin stratejik amacları hakkında yeni sorular yarattı. Eğer İslam Cumhuriyetine karşı silahlı vuruşma gündemde değilse, bu güçler hansı senaryo için saxlanılır? Eğer amac yalnız Kürtlerin yaşadığı bölgeleri savunmaktırsa, bu savunmanın sınırları haraya kadar belirlenir? Ve eğer İran'da böhranlı bir durum yaranarsa, bu güçler gelecekteki gelişmelerde nece bir rol oynayacaklar? Bu olayda ortaya çıkan ilk önemli soru budur. Niye ortaya atılan söylemde Urmiye'ye doğru yerimek ele alınabilecek bir seçenek olarak bildirilir? Ancak Tehran'a doğru yok. Tehran, keçən 10 illiklər boyunca bir çox etnik güçləri tərəfindən tənqid edilən mərkəzləşmiş siyasi quruluşun simgəsidir. Əgər müxalif Kürd gücləri üçün ana məsələ mərkəzi hakimiyyət quruluşudursa, stratejik odağın güc mərkəzində olması doğal görünür. Elə buna görə də bu soru ortaya çıxır. Niyə bəzi siyasi hesablamalarda Azərbaycan və özəlliklə Urmiye stratejik bir hədəf olaraq ortaya qoyulur? İkinci soru belə bir senaryonun olası sonuçları ilə bağlıdır. Eğer buhranlı durumda silahlı Kürt gruplarının Urmiye'ye doğru yeridiğini ve Azerbaycan Türk güçlerinin karşılıklı tepkisine neden olduğunu varsaysak, sonuç ne olabilirdi? Geniş çaplı bir etnik çatışmanın yaranma olasılığı ne ölçüde gerçeğiydi? Bölge kanlı bir savaş meydanına çevrilebilirdi mi?
və əgər belə bir olay baş versəydi, onun siyasi, əxlaqi və insani sorumluluğu kimlərin boynuna düşəcəkdi? Bu sorular qonuya daha açıq bir baxışla yanaşdığımız zaman daha çox önəm qazanır. Əgər Kürd siyasi qrupları keçən 100 il boyunca özlərini Tehranda yerləşən hakimiyyətlərin mərkəzləşdirmə və ayrımcı siyasətlərinin qurbanı bilirlərsə, niyə bu ayrımcılıqların ana qaynağına odaqlanmaq yerinə baxışlarını Azərbaycana yönəldirlər? Buna görə də bu soru tamamilə haqlı və yerindədir ki, Urmiyəyə doğru yeriməyin və Azərbaycan türkləri ilə gərginlik yaratmağın İslam Cumhuriyyətinə və hakim siyasi quruluşa qarşı mübarizə ilə necə ilişkiləndirmək olar? Əgər amac ya hədəf fars olmayan millətlərin haqlarını saymayan bir sistemlə qarşılaşmaqdırsa, niyə Tehran yerinə Urmiyə seçilir? Açıqca sormaq lazımdır ki, belə bir senaryo baş verəcəyi durumda bunun Kürd milləti üçün qazancı nə ola bilərdi? Aya Urmiyəyə doğru yerimək Kürdlərin milli haqlarını təmin edə bilərdimi? Aya mərkəzi hökumət tərəfindən uygulanan yapısal ya saaxtari ayrımçılıqları aradan qaldıra bilərdimi? Yoxsa yalnız iki fars olmayan millət arasındakı bir etnik savaşına yol açacaqdı? Gerçək budur ki, Azərbaycanı etnik çatışması meydanına çevirmək üçün görülən hər hansı bir çaba ana məsələdən sapmaqdır. Ana məsələ hələ də keçən 100 il boyunca fərqli millətlərin haqlarını görməzdən gələn mərkəzləşmiş siyasi quruluşdur. Buna görə də Azərbaycandan düşmən yaratmaq və türkləri rəqib ya da təhdid olaraq tanımlamaq yerinə Kürd siyasi güclərindən gözlənir açıqlasınlar ki, Urmiyədəki olası bir çatışma onları öz dedikləri özgürlük, ədalət və milli haqlar amaclarına necə bir addım daha yaxınlaşdırardı? Bu məsələlərlə yanaşı, illərdir ki, Kürd partiləri və silahlı qrupları siyasi oturumlarda, bildirgələrdə, danışıqlarda və uluslararası qurultaylarda Azərbaycanın siyasi gücləri ilə danışığın gərəkliyindən söz açırlar. Onlar hər zaman millətlər arasındakı etkiləşmə ya təamülə, bircə yaşayışa, iş birliyinə və gələcək üçün ortaq çözümlər tapmağın önəminə vurğu ediblər. Ancaq təməl soru buradadır ki, əgər bu sözlər içdəndirsə və ya səmimi və doğrudursa, necə olur ki, eyni zamanda həm danışıqdan söz açasan, həm də pərdə arxasında Urmiyəyə doğru savaş planı qurasan? Azərbaycan milləti ilə anlaşma və işbirliyi istədiklərini iddia edən güclər açıqlamalıdırlar ki, Urmiyəyə doğru olası ya ehtimali bir hücumun danışıq anlayışı ilə nə ilişkisi var? Necə həm qardaşlıq və işbirliyindən söz edib, həm də doğal sonucu iki millət arasındakı qanlı bir çatışma olan bir senaryonu izləmək olar? Kürd partiləri bu soruya yanıt verməlidirlər ki, əgər onların amacı İslam Cumhuriyyəti və Tehrandakı mərkəzləşmiş güc quruluşu ilə qarşılaşmaqdırsa, niyə həssas anlarda Azərbaycan əməliyyat meydanı olaraq ortaya atılır? Gerçək budur, heç bir millət əməldəki davranışlara baxmadan danışıq iddiasını qəbul edə bilməz. Siyasi güvən, bəyaniyə və şüarlar yaranmaz, davranışlar yaranar. Əgər bağlı qapılar arxasında Urmiyəyə girmək və meydan dəngələrini dəyişdirmək üçün planlar qurulursa, daha bircə yaşayış və işbirliyindən söz açmaq boş bir şüardan başqa bir şey olmayacaqdır. Bu arada silahlı Kürd qruplarının qarşısında duran önəmli sorğulardan biri də budur. Nədən onlar hələ də acı tarixi təcrübələrdən yetərli dərs almayıblar? Əgər gerçəkdən Urmiyə doğru irəliləmək istəyi və Batı Azərbaycanda güc dəngəsini dəyişdirməklə bağlı ortaya atılan sözlər doğrudursa, bu keçmişdə bölgəni qanlı çatışmalara sürən o ağır bədəlli yanışmaya qayıtmaq anlamına gəlmirmi? Batı Azərbaycan tarixi hər hansı bir etnik üzləşmənin bir tərəfə siyasi qazanc gətirməmişdən qabaq, yıxım və qalıcı toplumsal yaralara yol açdığını göstərən olaylarla doludur. Belə bir durumda bu sorğu ortaya çıxır. Görəsən, Kürd başçıları və silahlı qrupları Sulduz savaşı təcrübəsindən və onun sonuclarından dərs alıblarmı, yoxsa yox? Əgər o acı təcrübələr bu gerçəyi anlada bilməyibdirsə ki, bölgədəki heç bir millət etnik savaşlardan mənfəət əldə etməyəcək, bəs daha hansı bir amil bu dərsi çatdıra bilər?
Gerçekten belə düşünürlər ki, keçmişdəki davranışları təkrarlamaq fərqli bir sonuc mu verəcək? Kürdlər ilə Azərbaycan türklər arasında gərginlik yaratmaq onları siyasi istəklərinin və ya milli haqlarının gerçəkləşməsinə bir addım belə yaxınlaşdıra bilərmi? Kürd siyasi qrupları hələ də meydan və toplumsal gerçəklərə dayanmaqdan çox ideolojik və malixuyayı inanclara söykənən şişirdilmiş projelerin və romantik düşüncələrin əsiridirlər. Bu baxımdan bu sorğu ortaya çıxır. Görəsən bu güclər hələ də torpaq genişləndirmə röyaları və siyasi sınırları dəyişdirmək kimi romantik düşüncələr çərçivəsindəmi fikirləşirlər? Və elə buna görə də Batı Azərbaycan gerçəklərindən bu qədər uzaqlaşıblar. Şübhəsiz, belə siyasətlər onu quranların istəklərinə baxmayaraq sonunda Kürd xalqı və başqa fars olmayan xalqların qazancından daha çox İslam Cumhuriyyətinin və İranda hakim olan mərkəziyyətçi quruluşun xeyrinə bitər. İslam Cumhuriyyəti və ondan öncə də İranın siyasi quruluşuna hakim olan güclər hər zaman dəyişməz bir iddianı təkrarlayıblar. Əgər bu hakimiyyət gücdən düşərsə, İran iç savaşa, etnik çatışmalarına və parçalanmaya tuş gələcək. Bu söz 10 illərdir fars olmayan xalqların milli, kültürel və siyasi istəklərinin bastırılmasına ya sərkubuna doğru göstərmək üçün ən önəmli təbliğat və güvənlik aracı kimi işlədilir. Hər zaman milli haqlar, ana dilində öyrətim, yerli yönetim və ya fars olmayan xalqların siyasi haqlarından söz açıldıqda hakimiyyət, güvənlik və media quruluşları etnik çatışması qorxusunu qabardaraq bu istəkləri ölkə güvənliyinə qarşı bir təhdid kimi göstərməyə çalışıbdır. Belə bir durumda Kürd siyasi və silahlı qrupları Tehranda yerləşən güc quruluşuna odaqlanmaq yerinə Azərbaycanda gərginlik yaradan senaryoları izləyirlər və əmələn İslam Cumhuriyyətinin illərdir öz siyasətlərinə haqq qazandırmaq üçün ehtiyac duyduğu həmin görüntünü yenidən yaradırlar. Belə bir davranışın sonucu budur ki, hakimiyyət bu hərəkətləri barmağı ilə göstərərək bir daha iddia edə bilər ki, gördünüz, güvənlik kontrolu olmasa ölkə etnik savaşına doğru gedəcək. Başqa sözlə, baskıcı hakim quruluşu nişan almaq yerinə fars olmayan xalqlar arasındakı inamsızlıq ortamını şiddətləndirən hər bir güllə əmələn İslam Cumhuriyyətinin ayaqda qalmaq üçün ehtiyac duyduğu teorini gücləndirməyə yardım edir. Hakimiyyət belə bir durumu sevinclə qarşılayır. Çünki özünü qarışıqlıq yaradan kimi yox, bəlkə güvənliyin qoruyucusu kimi göstərə bilər. Və elə bu ad altında siyasi, kültürel və milli fəalların sərkubunu tocih edər. Bu baxımdan Kürdlər ilə Azərbaycan türkləri arasındakı çatışmaya zəmin yaradan hər hansı bir siyasət Kürd xalqının haqlarının gerçəkləşməsinə yardım etməməklə yanaşı, fars olmayan xalqların bütün mübarizəsinə də ağır bir zərbə vurur. Və olayın ən acı bölümü budur ki, belə senaryoların əsl qazananı illərdir öz varlığını iç savaş qorxusu təməli üzərindən quran Tehrandakı həmin siyasi quruluş olacaqdır. Elə buna görə də bilərəkdən və ya bilməyərəkdən bu yolda addım atan hər bir siyasi axım bu sorğunun cavabını verməlidir ki, onun siyasi davranışları hakimiyyəti zəiflədir, yoxsa onun ayaqda qalmasını gücləndirməkdədir. İndi qaydaq sözünü etdiyimiz müsahibədə ortaya qoyulan məsələlərin pərdə arxasına. Azərbaycan milli hərəkatına və ilk baxışda bəlkə də daha az diqqətə alınan, ancaq həqiqətdə bu olayın ən önəmli və ən həssas bölümünü təşkil edən bölgəsəl müadilələrə. Bir çox Azərbaycanlı aktivist və siyasi güclər üçün Mustafa Hizri və Fəhimə Xizr Heydəri danışığının ən önəmli bölümü Kürdistan Demokrat Hizbinə və ya onun mübarizə taktiklərinə aid olan bəhslər deyil. Fəhimə Xizr Heydərinin silahlı Kürd qruplarının Tehrana doğru ilərləmək yerinə Urmu yönünə, yəni istiqamətinə hərəkət etmə istəyinə və onların Tehrana getməklə müxalifət etməsinə toxunduğu bölüm idi. Bu danışığın bu bölümü bilərək və ya bilməyərək ondan öncə də bölgənin bəzi təhlükəsizlik və siyasi qaynaqları və şəxsləri tərəfindən işarə edilən bir pazelin önəmli parçasını aşkar etdi. Əgər bu rivayətləri yan-yana qoyarıqsa daha böyük bir tablo yaranar.
Batı Azərbaycandakı gəlişmələrin təkcə İranın daxili bir məsələsi olmadığını, tam tərsinə bölgənin təhlükəsizlik və geopolitik müadilələrinin bir parçasına çevrildiyini göstərən bir tablo. Elə bu açıdan da Azərbaycan Milli Hərəkatının fəalları və siyasi təşkilatlarının son savaş zamanı bölgəsəl və uluslararası oyuncularla geniş müşavirələri Qərbi Azərbaycanda ağır bədəlli senaryoların yaranmasının qarşısını almaqda önəmli bir rol oynamışdır. Ortaya qoyulan rivayətlərə görə Rəcəb Tayyip Erdoğan və İlham Əliyev öz diplomatik irtibatları və müşavirləri vasitəsilə bölgəni yeni bir bohrana soxa biləcək bir durumun yaranmasını əngəllənməyə çalışdılar. Habelə bəzi rivayətlərə görə bu gedişatla mübarizə aparmaq üçün Türk silahlı güclərinin bölgəyə girməsi də gündəmə gəlmişdi və bununla yanaşı bütün Azərbaycandan Türk milliyyətçi güclər Urmiyə doğru hərəkət edirdilər və bəzi milli hərəkat təşkilatları da meydanda bu gedişatın zəminini hazırlamışdılar. Bəlkə gələcəkdə və başqa müsahibələr yaxud sənədlərdə savaşın bohranlı günlərində baş verənlərin daha geniş boyutları aşkar olacaqdır. Bəlkə bir gün pərdə arxasında hansı müzakirələrin getdiyi, hansı planların masa üstünə qoyulduğu və hansı amillərin bəzi senaryoların heç vaxt tərrahi mərhələsindən irəliyə keçməməsinə səbəb olduğu aydınlaşacaqdır. Eyni halda bu gəlişmələr başqa bir gerçəyi bir daha göz önünə sərdi. Azərbaycan Milli Hərəkatı müxaliflərinin təqdim etdiyi tablonun əksinə təzrid olunmuş ya izolə edilmiş və haşiyədə qalmış bir olay deyil, bəlkə daha böyük bölgəsəl müadilələrin bir parçasıdır. Təbrizdən tutmuş Azərbaycanın başqa şəhərlərinə qədər Azərbaycan xalqının milli və siyasi istəkləri illərdir daxili, bölgəsəl və uluslararası oyuncuların hesablamalarında diqqət alınır və onu bölgənin kəlal müadilərindən ayırmaq olmaz. Bu məsələ eyni zamanda illərdir ittihamlar irəli sürərək, şayiələr yayaraq milli hərəkatdakı təşkilatları və aktiv gücləri hədəf almağa çalışanlara da bir cavabdır. Hər hansı bir mütəşəkkil fəaliyyəti müxtəlif yerli yersiz etiketlərlə təxrib edən və hər cür bölgəsəl irtibatı bağımlılıq nişanəsi kimi təqdim edən o cəryanatlar bugün Azərbaycan məsələsinin necə bölgənin təhlükəsizlik və siyasi müadilələrində ən önəmli qonulardan birinə çevrildiyini açıqlamalıdırlar. Gerçək budur. Bugünkü dünyada heç bir milli və siyasi hərəkat bölgəsəl müadilələri anlamadan və öz çevrəsi ilə irtibat qurmadan uğur qazana bilməz. Bu açıdan Azərbaycanın Ankara və Bakı ilə olan əlaqələri və bağları sirfən bir siyasi seçim deyil, tam tərsinə bölgənin geopolitik vaqiiyyətlərinin bir parçası sayılır. Bu gəlişmələrin içindən ortaya çıxan sonuc odur ki, Ankara-Bakı xətti Azərbaycan Milli Hərəkatı fəallarının önəmli bir qismi üçün sadəcə bir siyasi irtibat deyil, stratejik bir dayaq və İran mərzlərindən kənarda Azərbaycanın milli mənafeyinin müdafiəsində ən önəmli səngərlərdən biri sayılır. Elə buna görə də keçən illər boyunda müxtəlif oyuncular tərəfindən bu bağları zəiflətmək, təxrib və ya qət etmək üçün böyük çalışmalar göstərilmişdir. Sonuçda Mustafa Hicrinin müsahibəsi bəlkə də İran Kürdistanı Demokrat Hizbinin gələcəyi haqqında yeni məlumat verməkdən daha çox istər-istəməz Qərbi Azərbaycanın qarmaşıq müadilələrinin bir hissəsini və Azərbaycan Milli Hərəkatının bu müadilələrdəki mövqeyini ön plana çıxardı. Ancaq mövcud bilgilər göstərir ki, bununla bağlı olan rəqabətlər, etilaflar və təqabüllər gələcək illərdə bölgənin ən önəmli siyasi və təhlükəsizlik qonularından biri olaraq qalacaqdır. Əziz dinləyicilər, Araz News Radiosunun gündəm verilişinin sonuna gəldik. Bugün təhlil etdiyimiz kimi siyasət şüar və ya bəyaniyyə ilə deyil, əməl və davranışla anlaşılır. Kürd siyasi qruplarının Tehran yerinə Batı Azərbaycan üzərindəki stratejik odaqlanmaları nəyin xeyrinə və nəyin zərərinə olduğunu gələcək daha açıq göstərəcəkdir. Azərbaycan Milli Hərəkatı bölgəsəl dəngələrdə bir oyunçu olaraq öz torpaq bütünlüyünü və siyasi mənafeyini qorumaqda ciddidir. Son olaraq xatırlatmalıyıq ki, Azərbaycanın tarixi torpaqlarını, siyasi və coğrafiya bütünlüyünü qorumaq bugünkü şəraitdə hər bir Azərbaycan türkünün üzərinə düşən ən böyük vəzifədir.
Bu tarixi sorumluluğu yerinə yetirmək yalnız və yalnız siyasi oyanışla mümkündür. Buna görə də milli istəklərimizin müdafiəsində haqqımızı, mədəniyyətimizi və torpağımızı müdafiə edən Səs, yəni Araz News radiosunun təhlillərini yaxından təqib edin və qulaq asın. Unutmayın, bizimlə birlikdə olanlar gələcəyi quranlar olacaqdır. Başqa bir verilişə dək sağ qalın.